Şübhə sevgini də öldürür, ədaləti də. Bəzi boşanma işlərində görürəm ki, boşanmaya səbəb sadəcə şübhədir, ciddi bir səbəb yoxdur. Nə şiddət var, nə xəyanət var. Sadəcə şübhədir. Şübhə elə bir şeydir ki, əgər sən şübhələndinsə ailə münasibətlərində, gərək sevgini o qədər çox edəsən ki, şübhəni dəf edə biləsən. Şübhə insanın özünə, yaxınlarına, dostluq münasibətlərinə zərər verən bir şeydir. Hətta bizim mənəvi dəyərlərimizdə də var ki, hər şeyə gözəl tərəfdən baxmaq, hadisələri gözəl gözlə görmək. Bir də var cinayət prosesində. Əslində cinayət prosesində də belədir. Bütün şübhələr, daha doğrusu aradan qaldırıla bilməyən bütün şübhələr təqsirlənən şəxsin xeyrinə yozulur. Lakin təcrübədə bunun tamamilə əksini görürük. Təcrübədə ittiham hökmlərinin demək olar ki, çox hissəsi şübhə üzərində qurulur və bu şübhələrin əksəriyyəti aradan qaldırıla bilmir. Təqsirlənən şəxs şübhələndirildisə, müəyyən sübutlarla, aradan qaldırıla bilməyən hətta sübutlarla ittiham hökmü çıxarılması üçün əsaslar yaranır və ittiham hökmü çıxarılır. Bu çox pisdir. Çünki hər bir şəxs təqsirlənən şəxs qismində ola bilər. Hakim də, prokuror da, vəkil də, dövlət məmuru da, ən azından hər kəs ehtiyatsızlıqdan cinayət törədə bilər. Ona görə də təqsirlənən şəxs olmadan təqsirlənən şəxslərin hüquqlarına hörmətlə yanaşmaq lazımdır. Hər il minlərlə insan hüququndan vaxtında istifadə etmədiyi üçün bu hüququ itirir. Siz də onlardan biri olmayın.